Hər kəsə salam. 2025-i xilas edirəm gün 23-ə xoş gəlmisiniz. 30 gün 30 fərqli məndə. Bu gün mən Lego quracağam. Bu gördüyünüz şirin, adını Çirin qoyduğum oyuncağı quracağam. Amma arxa planda sizlə yenə söhbətləşmək istəyirəm. Bu gün danışmaq istədiyim mövzu niyə hər şeyi bilsək də heç nə eləməməyimizdir. Çoxumuz nə etməli olduğumuzu bilirik, amma yenə də yerimizdə sayırıq. Məsələn, bilirəm ki, idman eləməliyəm, fast food yeməməliyəm, paketli qidalardan istifadə eləməməliyəm. Niyə eləməməli olduğumu da bilirəm, çünki sağlamlığıma ziyandır, çünki həyat keyfiyyətimi aşağı salır, çünki canım ağrıyır, çünki yuxularım pozulur və s. və s. Amma günün sonunda yenə qeyri-sadə qida ilə qidalanıram. Məsələn, mən gözləyən bir çipsimin, bir kolamın olduğunu bilirəm. Bəs niyə bu qədər şey bildiyim halda yenə də yeməyə davam edirəm? Bu sual məsələn beynimdə fırlanır və düşünürəm ki, çoxumuzun da beynində fırlanır. Bu suala öz beynimdə özüm üçün gəldiyim nəticələrdən cavab tapmışıq. Bu fikirləri sizlə bölüşmək istəyirəm ümumilikdə. Onu demək istəyirəm ki, məsələn, motivasiya videoları da elədir. Baxırsan, kitab oxuyursan, podkast dinləyirsən, onlar da anlıq bir həvəs verir və bir xəyalın parçasına çevrilir. Amma reallığa çevrilə bilmir. Çevrilsə belə çox az gedir. Məsələn, bezirik. 3-cü gündən sonra o şey eləmirik. Çünki bilmək etmək demək deyil. Problem bilməkdə deyil. Səbirdə, dözümdə, davamlılıqda, bunu eləmə cəsarətindədir. Məsələn, mən niyə fast food yediyimi özümə sorğulayanda, bunu mən rahat hiss elətdiyini, safe place hiss elətdirdiyini gördüyüm üçün ondan vaz keçə bilmirəm. Bu eynisi digər problemlərə aiddir. Məsələn, uğursuzluqdan qorxmaq, mükəmməliyyətçilik, sabah ayın biri olacaq onda, bazar ertəsi, gələn il deyə bir şeyləri uzatmaq və ən əsası başlamağın çətinliyidir. Həqiqətən də problem işdə deyil. Bunu həyatımdakı hər şeyi tətbiq eləyəndə görürəm ki, problem sadəcə başlamaqdadır. Ən çətin olan mərhələ başlamaq mərhələsidir. Sonra bir şəkildə ardı gəlir. Bir şəkildə o problem həll olunur, o məqsədə çatılır, o xəyal yerinə yetirilir. Amma çətin olan isə başlamaq hissəsidir. Və düşünürəm ki, bu qorxu hər gün biraz öhdəsindən gəldikcə azalır. O mükəmməliyyətçilik hissini kənara buraxmaq heç də asan deyil və hər kəs buraxa bilirmi? Yox, bu güclü bir iradə istəyir. Amma mükəmməliyyətçilik hissinin öhdəsindən gəlmək üçün, o başlamaqla bağlı olan qorxuları qırmaq üçün, sabaha birisi günə, o biri günə uzatmamaq üçün hər gün bir addım atmaq daha önəmlidir. Məsələn, mən 2024-cü ilə kimi çox fast foodla qidalanan, hər gün demək olar ki, ən azından həftədə 4-5 gün chips yeyən, kola içən biri idim. 2025-də tamamilə düzəltdimmi? Yox. Məsələn, xəyal panomda da əksik qalan parça sağlam qidalanmaq olan hissədir. Amma ən azından digər günlərə nisbətən daha azaltdığımın, digər illərə hətta nisbətən daha azaltdığımın fərqindəyəm. Çünki önəmli ölçüdə dəyişdirmək üçün hər gün bir addım atırdım. Məsələn, bir ay ümumiyyətlə bir neçə ay hətta ümumiyyətlə heç fast food tükətmədiyim günlər olub. Bunun üçün də özümü necə motivasiya edirdim? Məsələn, sağlam qidalar, sağlam içkilər hazırlayırdım. Onlar məni motivasiya edirdi. Ya da özümə söz verirdim ki, əgər ki evin yanında mağaza varsa və siz hər gün onun qarşısına keçirsinizsə və o instinktlərə qalib gəlmək bir o qədər də asan deyil. Bu digər hər şey üçün də keçərlidir əlbəttə. Amma orada özümə verdiyim sözə görə, məsələn, mağazanın qarşısından düz keçirdim və gedib kola almırdım. Çünki bunlar hər bir kiçik addımlardır və kiçik addımlar olmasa böyük işlər formalaşmaz deyə düşünürdüm. Çünki düşünürəm ki, mükəmməl gün heç vaxt gəlməyəcək, mükəmməl gün bu gündür və məni bu gün etmək istədiyim şeydən saxlayan heç nə yoxdur. Heç kim mən bu vərdişi, bu davranışı düzəltmək üçün saxlaya bilməz. Məni başlamaqdan çəkindirən də özüməm, başlamağa vadar eləyən də özüməm. Və məni formalaşdıran, dəyişdirən qabiliyyət də hərəkətlərimdir. Çünki çox şey bilməyim, nəyin mənim bədənimə daha xeyirli olub, nəyin daha ziyanlı olduğunu bilməyim mənim üçün heç nə fərq yaratmır. Əgər onu reallığa çevrilmirəmsə, əgər ona addımlarımda göstərmirəmsə. Ona görə də sabah niyə bildiyim halda etmədim deyə ömür boyu gözləməkdənsə, ideal günə hazırlaşmaqdansa, indi başlamağın fərq yaradacağına inanıram. Məsələn, ola bilər ki, bu videodan sonra gedib chips yeyəcəm, amma bu ay ərzində yediyim ikinci chips olacaq. Məsələn, 22-ci chips olmayacaq.
və özümü bu şəkildə ruhlandırıram ki, əgər 2025-də bunu bacardıqsa, demək ki, 2026-da da tamamilə sağlam yemək vərdişlərimə dönə bilərəm. Və bu düşüncə də mənə hardan gəlir? Çünki 2025-də bunu edə biləcəyimi kiçik addımlarımla görmüşdüm. Bunlar mənim şəxsi düşüncələrimdir və ümid edirəm ki, heç kimin qəlbini qıracaq bir istifadə eləməmişəm. Bu da mənim şirin kirinimdir. Bu günlük sizlə bölüşmək istədiklərim bu qədər idi. Sağ olun.